Bax bu maşın var ha, heç kimdən yol istəmir ki, yolu özü yaradır. Sovet İttifaqı zamanı demək olar ki, yollar yox idi. Sadəcə təxmin edilən istiqamətlər var idi. Elə buna görə mühəndislər dedilər ki, yol yoxdursa elə maşın düzəldək ki, yolun özü bizim ayağımıza gəlsin. Beləliklə 1967-ci ilin soyuq bir qış gecəsi Kraz 255 dünyaya öz gözlərini açdı. Elə bilirsən bu adi yük maşını idi? Yox, bu sanki bataqlıqla şəxsi problem olan bir tank idi. 14.9 litrlik V8 mühərriki var. Bəli, düz eşitdin. Bu maşın yox, yarı traktor, yarı dinozavr idi. Yanacaq içirdi desən, içirdi, çox içirdi, həm də asılı olacaq qədər çox. Amma əvəzində hər yerdən keçirdi. Yolsuzluq desən, palçıq, bataqlıq, qar, meşə, çay, Kraz üçün bunlar sadəcə isinmə məşqidir. Digər maşınlar bataqlıqda batanda Kraz gəlir və deyir, narahat olmaya qardaşım, mən olan yerdə sənin təkərinə palçıq belə deyə bilməz ki. Amma əvvəlcə icazə ver özüm burada biraz əylənib. Onun nəhəng təkərləri o qədər böyük idi ki, bəziləri deyirdi, bu maşın yol istəmir, yolu özü yaradır. Əgər sual versən ki, Sovetin ən güclü yolsuzluq maşını hansıdır, cavablardan biri mütləq Kraz 255 olacaq. Bu gün belə yolsuzluq həvəskarları üçün Kraz 255 sadəcə maşın deyil. Necə deyərlər, o təbiətə qarşı yazılmış açıq meydan oxuma kimidir. Sabahki videomu qaçırmamaq üçün o əsrarəngiz barmaqlarınla videonu bəyənib məni takip etməyi unutma. Sabaha qədər.